Salam dostlar, hamınızı xoş gördük. Bu gün sizinlə birlikdə 3-cü sinif Azərbaycan iş dəftərindən səhifə 31-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndirirsə düyməsinə basmağı unutmayın. Gəlin başlayaq. İcra tapşırığında deyir ki, qeyd götürməklə dəmir yumruq mətnini dinlə, qeydlərini yaddaş xəritəsi üzrə qruplaşdır. Deməli, biz qeyd götürəcəyik, onları da belə burada sıralayacaq, yazacaq. Aha, gəlin dəmir yumruq mətnini dinləyək. Dəmir yumruq təbii sərvətlərlə zəngin olan Qarabağ, burada Qarabağı götürə bilərik. Azərbaycanı da qeyd olaraq götürək. Ən qədimdir, onu da götürə bilərik. Güşələndə biridir. Mənfur qonşumuz, yox. Məğfur qonşumuz Ermənistan əsrlər boyu bu torpaqlara göz dikib əl uzadıb. 1992-ci ilin fevral ayından başlayaraq 1993-cü ilin oktyabrın 10-na kimi Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuzu işğal edib. Azərbaycan dövləti heç zaman müharibə tərəfdarı olmayıb. İşğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmaq üçün Ulu Öndər Heydər Əliyev, sonralar isə prezident İlham Əliyev daim sülh danışıqları aparıb. Lakin işğalçı Ermənistan sülh yolunu deyil, müharibəni seçib. Aha, artıq bunları götürə bilərsiniz qeyddə, bir yerdə yaza bilərsiniz altından xətt çəkdiklərimi. Sonra da altından xətt çəkdiklərimi bir yerə yazın, sonra da burada iş dəftərində istifadə edəcəyik onlara. 2020-ci il 2020-ci il 2020-ci il sentyabrın 27-si Ermənistan tərəfi Azərbaycan sərhəd rayonlarını yenidən atəşə tutdu. Bu səbir kasasının daşması üçün sonuncu damla idi. Azərbaycan prezidenti İlham Əliyev işğal olunmuş torpaqları geri qaytarmaq üçün hərbi əməliyyata başlamaq əmrini verdi. Bu əməliyyat Dəmir Yumruq adlanırdı. Hər bir Azərbaycan vətəndaşı vətən uğrunda yumruq kimi birləşdi. Sentyabr ayının 27-sindən başlayan 2-ci Qarabağ müharibəsi noyabr ayının 10-da Azərbaycan ordusunun qələbəsi ilə bitdi. 44 gün davam edən müharibə ərzində oktyabrın 4-ü Cəbrayıl, oktyabrın 17-si Füzuli, oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı, noyabrın 8-i Şuşa, noyabrın 20-si Ağdam, noyabrın 25-i Kəlbəcər və dekabrın 1-i Laçın rayonu işğalda azad edildi. Azərbaycan döyünən qəlbi Şuşa şəhəri uğrunda gedən döyüşlər xarici ölkələrin jurnalistləri belə təsvir edirlər. Aha, bunlar şeylər artıq. Və təsvir edirlər. Azərbaycan əsgərləri Şuşaya çatmaq üçün sıldırım qayaları aşırdılar. Onlar Şuşanı tanksız, topsuz, dronsuz əlbəyaxa döyüşlə aldılar. Şu uğrunda gedən döyüşlərdə əsas Azərbaycanın xüsusi təyinatlı qüvvələri iştirak edirdilər. Bu qüvvələr Hikmət Mirzəyev, Zaur Məmmədov, Tehran Məsimov kimi komandanlar rəhbərlik edirdilər. Şuşanın işğalda azad edildiyi gün, yəni noyabrın 8-i Azərbaycanda zəfər günü elan edildi. İndi isə keçək iş dəftərinə. Mətnimizi oxuduq, gəlin onu burada yazaq. Mətndə haqqında daşılan tarix hadisələri adı Qarabağ müharibəsi. Qarabağın işğalı tarixi. Gəlin mətnə baxaq, oradan seçək. Yaza bilərsiniz ki, 1992-ci yazın. 1992-ci ilin fevral ayından başlayaraq 1993-cü ilin oktyabrın 10-na kimi Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuzu işğal edib. Bunları yaza bilərik. Ora bunları yazın.
Sonra Qarabağın işğalda azad olunması gəlin baxaq necədir. E, Baxın burada yazaq. 2020-ci il sentyabrın 27-si buradan 44 günlük müharibədə oktyabrın 4-ü oktyabrın 4-ü Cəbrayıl, oktyabrın 17-si Füzuli, oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı, noyabrın 8-i Şuşa, noyabrın 20-si Ağdam, noyabrın 25-i Kəlbəcər və dekabrın 1-i Laçın rayonu işğaldan azad edildi. Aha, orada bunu yazacağıq o ikinci hissəyə. Şuşa uğrunda döyüşdə gəlin baxaq, onda yazaq. Gəlin altından həm də xətt çəkək ki, daha aydın olsun necə olduğu, yəni nəyi yazacağıq. Onlar daha aydın görünsə və bilək də. Hı. Burada yaza bilərsiniz ki, hardan? O sıldırım qayalar var idi. Aha. Azərbaycan əsgərləri Şuşaya bilək də. Aha, Azərbaycan əsgərləri Şuşaya çatmaq üçün sıldırım qayaları aşırdılar. Onları Şuşanı tanksız topsuz sadəcə əlbəyaxa döyüşlə aldılar. Şuşa uğrunda gedən döyüşlərdə əsaslı Azərbaycan xüsusi təyinatlı qüvvələri iştirak edirdilər. Bu qüvvələr Hikmət Mirzəyev, Zaur Məmmədov, Tehran Mənsəbov kimi komandalarına rəhbərlik edirdilər. Şuşanın işğalda azad edildiyi gün, yəni noyabrın 8-i Azərbaycanda Zəfər günü elan edildi. Aha, bunları da oraya yazarsınız. Baxın, belə dairəyə də alın. Belə. Bu hissəni yazacaqsınız. Bu qırmızının altına qoydum. Qırmızı xətt çəkdiyim altından. Belə dostlar, bu gün mən sizə ev tapşırıqlarını yerinə yetirməyə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndirirsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.